Əziz qardaşlar və bacılar, həmişə olduğu kimi bu ildə sizlərin dəstəyi ilə Ramazanda ehtiyac sahibi ailələrin iftar sevincinə nail olmağa çalışdıq. İftar süfrəsi səbəbi ilə həmvətənlərimizi bir araya gətirdik. Dedik, güldük, sevincimizi paylaşdıq. Allahı zikr etdik, namaz qıldıq və dualar etdik. Xəstəlik və digər səbəblərdən dolayı məclisdə iştirak edə bilməyən bir neçə ailəyə isə daha sonra özümüz baş çəkərək iftar süfrəsindən pay verdik. Allah hamımızdan qəbul etsin. Amin. Çocuklarla oynaşırız, bazen oruçta tutarız. Rahmet ayıdır Ramazan. Rahmet damlaları yağar, Rabbim kusuru bağışlar, cennet kapısını açar, fırsat ayıdır.